Salam dostlar. Bu günləri zob əməliyyatındayıq. Çox böyük ölçülü, təxminən 5 santimetrlik bir düyünü var. Hələ ki, yaramızı açmaqla məşğuluq. Dəri-dəraltı toxumanı kəsirik. Əməliyyat vaxtı elektrikli bıçaqlardan istifadə etdiyimiz üçün heç bir qanamamız yoxdur. Görürsünüz. Düyün böyük olduğu üçün yaramızı bir qədər geniş açmışıq. Çünki təxminən 5 santimetrə yaxın bir düyünü var. Boyun da qısadır. Bir balaca da dəraltı piqatı qalındır. Bu baxımdan işləmək rahat olsun deyə biraz yaramızı geniş açmışıq. Görürsünüz dostlar, 5 santimetrlik təxminən düyün və çıxartdıq. İndi qaşır. Görürsünüz, baxın, bu da zob. Deyirsiniz, zob necə olur? Bax, budur. Gördünüz, boğazda bu boyda düyünün olmağı insanı təbii ki, boğur. Nəfəs almaq imkanlarını məhdudlaşdırır. Və insanlar bəzən gec həkimə müraciət edirlər. Və gec müraciət elədikləri üçün və əməliyyatımızı heç bir bağlama işlətmədən el arasında buna lazer deyirlər. Bizim ən sevimli alətimiz olan liqaşür cihazı ilə eləyirik. Hələ ki, güvənirəm bu alətə. Görürsünüz, yandırdı, kəsir və qan çıxmır demək olar. Və orta tiroid venasını artıq bağlamış olduq. Və qalın bir damardır. Dostlar, görürsünüz, baxın. Sinir, bu sinirdir. Tam vəzin içindən keçirdi. Ona görə siniri tam əminliklə ayırır. Əməliyyatı davam etdiririk. Əməliyyat vaxtı heç bir bağlama istifadə olunmur. El arasında lazer deyirlər. Bu lazer deyilən cihaz əlimdədir. Görürsünüz, özü yandırır. Burada da bir sinir şaxəsi var. İnşallah tamlığını qoruyaraq bu əməliyyatımızı da yekunlaşdıracağıq. Tam çıxdı, gördünüz. Bu bir paydır. 5 santimetrə yaxın bir düyün. Bu isə əks payda heç bir şey yoxdur. İsmusudur. İndi qalıq toxuması var orada, çıxardacağım onda. Xəstəmizin yaşı 60-ın üstündə olduğu üçün artıq riskə buraxmadan, bu tərəfdə baxmayaraq heç bir problem yoxdur. Amma xəstənin yaşını nəzərə alaraq xəstəyə total tiroidektomiya əməliyyatı icra edirik ki, baxın, sinirin gedişin, sinir bax, tam olaraq açılıb gözümüzün önündə. Bəzən bu əməliyyatların kabusuna dönən sinir təhlükəsi və hal-hazırda əməliyyatımız yekunlaşır. Zəhmət olmasa su işlədək. Və yox. Dostlar, görürsünüz, bu bizim tiroid vəzinin yatağıdır və yatağı bu formada su ilə kontrol edirik.